Yezekel 44-cü fəsil. Məbəddə xidmət eləyənlər. O adam məni müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı. Darvaza bağlı idi. Rəbb mənə dedi, bu darvaza bağlı qalacaq, açılmayacaq. Heç kəs oradan içəri girməyəcək. Çünki İsrailin Allahı Rəbb oradan içəri girib, buna görə də bağlı qalacaq. Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq. O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti öz məbədini doldurub. Bu zaman üz üstə düşdüm. Rəbb mənə dedi, ey bəşər oğlu, Rəbbin məbədinin bütün qayda qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib çıxacağına diqqət elə. Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir. Ey İsrail nəsli, artıq bəsdir. Elədiyiniz iyrənc işlərə daha son qoyun. Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri müqəddəs məkanıma gətirdiniz, mənə qida olmaq üçün piy və qan təqdim eləməklə məbədimi murdarladınız. Beləcə, iyrənc işlərinizlə əhdimi pozdunuz. Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət eləməyi başqalarına tapşırdınız. Xudavənd Rəbb belə deyir. İsrail xalqı arasında yaşayan, ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli müqəddəs məkanıma girməsin. İsrail yoldan azdığı zaman məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş eləyən Levililər öz günahlarının cəzasını çəkəcək. Lakin müqəddəs məkanımda bu işləri görəcək, məbədin darvazalarına nəzarət eləyəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət eləyəcək. İndiki onlar bütlərinin önündə İsrail nəslinə xidmət eləyərək xalqı günaha batırdı, mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim, Xudavənd Rəbb belə bəyan eləyir. Onlar kahin kimi xidmət eləmək üçün mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Elədikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər. Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam. Ancaq İsrail məni qoyub yoldan azdığı zaman, müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadok nəslindən Levili kahinlər önümdə xidmət eləmək üçün mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim eləmək üçün hüzuruma çıxacaq, Xudavənd Rəbb belə bəyan eləyir. Yalnız onlar müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət eləmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək. Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan geyim əyinlərində olsun. İçəri həyətin darvazalarında yaxud məbəddə xidmət eləyərkən yun paltar giyməsinlər. Başlarına kətan çalma sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər. Bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq, xidmət eləyərkən əyinlərindəki geyimləri çıxarıb, müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis eləməsinlər. Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin. İçəri həyətə girəcəyi vaxt, heç bir kahin şərab içməsin. Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız, yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər. Onlar mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək. Mübahisəli işlərdə onlar hakimlik eləyəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda qanunlarıma əməl eləməli, şənbə günlərimi müqəddəs saymalıdırlar. Kahin adam meyidinə yaxınlaşıb özünü murdarlamasın, amma bu anasının, atasının, oğlunun, qızının, qardaşının, yaxud ərə getməmiş bacısının meyidi olsa, özünü murdarlaya bilər. Pak olduqdan sonra hələ 7 gün gözləsin.
Məbəddə xidmət eləmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim eləsin. Xudavənd Rəbb belə bəyan eləyir. Kahinlərin irsi var, onların irsi mənəm. İsraildə onlara mülk verməyin, onların mülkü mənəm. Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınki olsun. Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət yaxsın deyə taxılınızın ilkini onlara verin. Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin.